Bəziləri belə başa düşür ki, mənim fəaliyyətimin müəyyən məhdudiyyəti olsa da, eybi yox, dini qorumağa çalışıram. Məsələn, düşmən deyir ki, uşaqları məscidə buraxma, deyir, eybi yox, məscidə buraxmaram, dini qoruyaram. Aşuranın gününü dəyişərəm, amma dini qoruyaram. Daha başa düşmür ki, elə din Aşuranı vaxtında keçirməkdən ibarətdir. Uşaqları məscidə buraxmaqdan ibarətdir. Bayram namazını vaxtında qılmaqdan ibarətdir. Bəziləri özünü aldadır. Və belə düşünür ki, mən getsəm məndən pisi gələcək. Amma Allah Quran-ı Kərimdə bunu demir. Allah buyurur ki, ya eyyuhellezine amanu men yertedde minkum an dinihi fesawfa ya'tillahu biqawmin yuhibbuhum ve yuhibbunahu azillatin alel mu'minin a'izzatin alel kafirin. Mürtəd təkcə dindən çıxmağa demirlər. Xəttdən çıxmağa da mürtəd deyirlər. Allah deyir ki, sən bu xəttdən çıxa bilərsən. Sən əsas xəttdən yayına bilərsən. Amma bil ki, sən getsən səndən yaxşısını gətirərəm. Eləsini gətirərəm ki, Allah onu sevər və o Allahı sevər. Düşmənlərə qarşı izzətli olar, möminlərə qarşı təvazökar olur. Amma bəziləri düşün ki, yox, mən getsəm məndən pisi gələcək.